Bura var bura. Azərbaycanda yeganə yerdir ki, mənim adımdan gələnlərə ümumi hesabda endirim eləyirlər. Və bəlkə də yeganə yerdir ki, bizim kimi xəbərsiz gəlsəz, həftə sonu oturmağa boş kabinet tapmayacaqsınız. Müştəri bolluğunu artıq restorana yaxınlaşanda maşın izdihamından görmək olur. Nəysə ki, dostlarla qonaqlığın zalında oturduq. Əvvəllər buranın balıq və kabablarından xəbər vermişəm. Bu dəfə sizə quzu səbətlərindən danışım. Xanımlar və cənablar, səbətin məkanı buraymış dedizdirən keyfiyyət və qiymət var. Milli musiqinin fonunda başı alovlu, şişi kartoflu bu nemət inanılmaz möhtəşəm hazırlanır. Xaloğlu Vüsal quzunu böyük eşqlə süfrəmizə servis etdi və dünya bir neçə dəqiqəlik gözəlləşdi. Bunu mütləq yoxlamalısınız. Üstəlik qiyməti də sərfəlidir. Hər yerdə 70-90 manat arası dəyişən səbət burada cəmi 60 manatdır. Üstəlik üzərinə ədviyyatlar o qədər normasında vurulmuşdu ki, ətin dadını ayrıca hiss edə bilirdik. Əgər bir məclisdə çörək yada düşmürsə, demək yemək möhtəşəmdir. Bir də bura gedəsi olsaz qazan yeməklərindən portağallı çoban qovurmasının və göbələkli, ispanaqlı, qaymaqlı rozbifin dadına mütləq baxın. Fenomenal bir ləzzəti var. Hər ikisinin qiyməti 9 manatdır. Qonaqlıq ailəvi məkandır. Kabinetləri və geniş salonu var. Özü də yerləşir Badamdarda. Şəhər qayısının yaxınlığında Naftalan klinikasının içində. Bir sözlə, sizə qonaqlıq borcu olanlara xəbər verin ki, məkan hazırdır. Bircə qalır getmək. Qonaqlar hamısı gəldi. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.